Tikə-tikə sözünə baxaq. Tikə-tikə. Yenə eyni qaydanı burada da icra eləməliyik. Uşaqlar, əgər tikə-tikə, məsəl üçün, anam paltar tikə-tikə məni səslədi. Burada həqiqətən araq qoya bilirik. Yəni yoxlayaq gör, birinci sözün kökü tikdir. Burada AA-da feili bağlamadır. Artıq sən bilməlisən ki, burada hərəkət var. Yəni anam həqiqətən nəyisə tikir. Tikirsə burada hərəkət var. Hərəkət varsa feili bağlamadır. Və həmçinin bunların yerinə araq qoya bilirik. Tikərək. Tikərək, anam paltar tikərək məni səslədi. Bu feili bağlamadır, hərəkət var, şəkilçini də ayıra bildik buradan. Amma biz zərf kimi işlənəndə hərəkət olmayacaq. Məsəl üçün, nə bilim, əti tikə-tikə doğradı. Burada hissə mənasını ifadə eləyir. Məsəl üçün, əti tikib doğraya bilməz ki, ondan artıq bizə aydın olmalı ki, burada hərəkət yoxdur. Hərəkət ilə sözün kökü tikədir. Və bu zaman hərəkət olmadığına görə zərf olacaq. Yenə də deyirəm, əgər şəkilçini ayıra bilirsinizsə feili bağlamadır. Yox, şəkilçini siz ayıra bilmirsinizsə, artıq sizə aydın olmalı ki, o zərf olacaq. Ümumiyyətlə, feili bağlama ilə zərfi ayırt etmək çox asandır. Niyə? Uşaqlar baxmayaraq ki, bunu ayırt etməkdə çox çətinlik çəkirlər. Amma bir şey, məsəl üçün, aydınlaşdırmaq lazımdır ki, feili bağlama olanda feili bağlamanın özünə məxsus forması var. Bu forması nədir? Şəkilçilər. Amma zərf elə deyil. Məsələn, feili bağlamanın şəkilçisi varsa feilin üzərində, mən bilirəm ki, artıq mən deyəndə, yəni şagirdlər bilməlidir ki, artıq orada feili bağlamanın şəkilçisi varsa feili bağlama demək var. Zərf elə deyil. Elə ki, bir şeyin forması varsa, onu tapmaq daha rahatdır. Məsələn, oxuyanda, gələndə, danışanda, sən bilirsən ki, anda feili bağlamadır. Avtomatik bilirsən ki, orada feili bağlama var. Zərfdə konkret forma olmadığına görə, yəni zərfi feili bağlamaya nisbətən çətinlik çəkə bilir uşaqlar. Amma feili bağlama uşaqlara baxmayaraq ki, feili sifətdə, feili bağlamada çətin gəlir. Əslində bunlar çox asan mövzudur. Çünki onların konkret forması var. Şəkilçi varsa var, yoxsa yoxdur. İndi keçək nəyə? Tikə-tikə sözünü izah elədim. Növbəti sözümüz isə, məsələn, damadama. Damamanın digərlərindən fərqləndirən xüsusiyyət odur ki, uşaqlar,